Deməli uşaqlar, dərsin izahına nə deyirik? Birinci mərhələni yəqin ki, keçən dəfə izah eləmişdik. Ona görə ikinci hissədir. Bir çətin məsələ deyil. 1723-cü il sentyabrın 12-sində olan Peterburq müqaviləsini danışdıq, bitdi. İndi nədən danışırıq? Burada bəzi hissələr kitabda, yəni vəsaitdə yoxdur. İndi mən deyəndən sonra özünüz qeyd eləyərsiniz. Nədir orada olmayan məsələlər? Birinci məsələ. Burada var Osmanlının məqsədləri, bir də Rusiyanın məqsədləri. Onun ikisini yazmalıyıq. Osmanlıdan danışanda nə deyirik? Bura yazaq baxın. Osmanlı, bir də Rus. Düzdür? Osmanlı haqqında nə deyə bilərik? Deyir ki, Osmanlı bu əraziyə Rusiya ilə müharibə meydanı kimi baxırdı. Bu yəqin ki, bilirsiniz də, düzdür? Nəyə çalışırdı? Osmanlı istəyirdi ki, bu ərazidə Xəzər dənizinə qədər olan əraziləri tutsun. Yəni, şərq sərhəddini Xəzər dənizinə çatsın. Bunu yəqin xəritə üzrə bilirsiniz. Osmanlı şərqə Anadoludadır, Azərbaycanı tutmaq istəyir və hətta istəyir ki, şərqə, düz şərqi Xəzər dənizinə qədər olan bütün torpaqları tutsun. Bu bir. İkinci, buradan keçən tranzit ticarətin ələ keçirsin. Nəyə ələ keçirsin? Tranzit ticarət yolunu. İndi onu deyəcəyik, narahat olma. Bax, nəyə başa düşürük burada? Mən yadınıza gəlir, keçən dəfə bir şey yazmışdım sizə. Rusiya nəyə görə qorxurdu ki, Osmanlı buranı işğal eləyər? 1. Cənubunda Osmanlı olsa, o cənub sərhədlərinə təhlükəsizliyi təmin edə bilməz. 2. Şərqlə ticarət Osmanlının əlinə keçsə, bu Rusiya ticarətinə mənfi nəticə göstərir. Eyni cümlənin təkrarıdır burada. Rusiya qorxduğu şeyləri Osmanlı etmək istəyir. Yəni nə? Şərqdə Xəzərə qədər olan torpaqları tutmaq istəyir. Bununla onda Osmanlının şimalında, Rusiyanın da cənubunda Osmanlı bir-birinə sərhəd olardı. 2. Yəni şərqdən gedən ticarət yollarını, tranzit ticarətini, yəni Rusiyanın içərisinə gedən ticarət yolu var. Bax, o yolu Rusiya qorxurdu ki, Osmanlı ələ keçirər və Osmanlının da həqiqətən məqsədi bu idi. Osmanlının məqsədi nə oldu? 1. Xəzər dənizinə qədər olan bütün torpaqları ələ keçirmək. 2. Ticarət yollarını, bu ərazidən keçən ticarət yollarını ələ keçirmək. Və bu əraziyə Rusiya ilə müharibə meydanı kimi baxırdı. Bəs Rusiyanın məqsədi nə idi? Bunu qeyd eləyərsiniz. Rusiya Azərbaycana inkişaf etməkdə olan sənayesi üçün xam mal və satış bazarı kimi baxırdı. Demək, Rusiyanın məqsədi Azərbaycanı xam mal və satış bazarına çevirmək idi. Nəyə görə? Bunu bir dənə deyək. Xam mal məsələsi. Nəyə görə xam mal? Həmin dövrdə Rus sənayesi yeni-yeni inkişaf eləyirdi. Ona görə inkişaf eləyən Rus sənayesi üçün nə lazım idi? Rus sənayesi üçün çoxlu xam mal lazım idi. Çünki biz onu gələcəkdə keçəndə biləsiniz ki, Pyotr, yəni həmin dövrdə rusları Pyotr idi, də bilirsiniz. Pyotr ölkədə ipəkçiliyin inkişafına o qədər əhəmiyyət verirdi, o qədər önəm verirdi. Hətta ölkədə qərar çıxardı ki, tut ağacını kim qırsa onu öldürsünlər. Demir cəza. Birbaşa ölüm hökmü. İstəyir ki, ölkəsində ipəkçilik, amma baxdı ki, Rusiyanın hava şəraiti və yaxud da Ukraynanın hava şəraiti, bunlarda olan hava şəraiti ipəkçiliyə inkişafına imkan vermir. Azərbaycan ərazisi ipəkçilik üçün daha əlverişlidir. Ona görə Azərbaycanı işğal etmək istəyir. Nəyə görə? Buranın xam malını ələ keçirsin və buranı öz inkişaf etməkdə olan sənayesinin xam mal bazarına çevirə bilsin. Bura kimi başa düşdük? Demək, Osmanlı nə istəyirdi? İstəyirdi ki, sərhədlərini Xəzər dənizi sahillərinə qədər çatdırsın və şərqdən gedən tranzit ticarət yolunu ələ keçirsin. Rusiya nə istəyirdi? Rusiya inkişaf etməkdə olan sənayesi üçün Azərbaycanı xam mal mənbəyinə çevirməyə çalışırdı. Bura kimi bir qarışıqlıq, yəni bir problem məncə yoxdur. Keçək bəs digər məsələdən danışaq. Nə idi bizim məsələmiz? Yadınıza gəlirsə, biz keçən dəfə dedik ki, həmin dövrdə Rusiyanın bu bölgədə güclənməsi ən çox hansı Avropa ölkəsini narahat eləyirdi? İngiltərə ilə Fransa. İngiltərə Fransada Osmanlını məcbur edir ki, get Rusla döyüş. Rusiya ilə döyüşmək istəyəndə Rusiya bu müharibəni istəyir, istəmir. Cavab istəmir. Nəyə görə? Çünki 1721-ci ildə İsveçlə yeni müharibədən çıxmışdı. Ona görə yeni bir müharibəyə başlamaq istəmir. Ona görə bunlar arasında razılaşma olur. Hansı razılaşma? İstanbul sülhü. İstanbul sülhü neçənci ildə imzalandı? Əla, 1724-cü ildə. İndi bunu da deyəndən sonra bunu da qeyd eləyərsiniz. Orada bir balaca vəsaitdə problem var. Deyim nədir o məsələ. Əslində indi kitabların hərsə bir qarışıq yazıb, amma ümumiləşdiririk. Siz də o ümumiləşmiş formanı tam düzgün qəbul edə biləsiniz. Biz yadınıza gəlirsə, indi mən burada sizə xəritədə göstərmişəm. Burada xəritə yerləşdirirəm. İndi izahı qrupa göndərəcəm də orada baxanda artıq o siz onu tamamlaya biləsiniz deyə. Yadınıza gəlirsə, Peterburq müqaviləsi ilə dedik ki, Dərbənddən bax
Gilan, Mazandaran, Astrabat da daxil olmaqla. Bax, onlar hamısı harda yerləşir? O Gilandır, Mazandarandır, Dərbənddir. Hamısı Xəzərin sahilində yerləşir, düzdür? O Xəzər sahili torpaqları əslində kim tutmuşdu? Rus tutmuşdu, düzdür? 1722-ci ildə Dərbəndlə haram tutmuşdu? Gilanı, 23-də haram tutmuşdu? Bakını və s. Görürsüz, bu torpaqların hamısının ortaq cəhəti nədir? Xəzər sahilində yerləşir. Mazandaran da Xəzər sahilində yerləşir, Astrabat da. Müqavilənin şərtlərinə görə nəyə başa düşür? Bax, diqqətlə qulaq asın. Xəzər sahili torpaqlar kimə gedir? Bəli. Rusiya Xəzər sahilini onsuz da tutmuşdu. Osmanlı Xəzər sahili torpaqların Rusun olduğunu tanıdı. Yaxşı. İkinci mərhələ. Qalan bütün Azərbaycan Osmanlıların ərazisi kimi tanındı, yoxsa tanınmadı? Cavab səhvdir, tanınmadı. Böyük, baxın, burada bir də diqqətli olaq. Vəsaitdə məsələn onu bütün hissə kimi yazıblar. Çünki 10 sinif dərsində elə bir cümlə var ki, o bütün cümləsini oxşuyur. Amma 8-də bunu daha aydın veribdir. Yazır ki, böyük hissəsi qalan Azərbaycanın, baxın yazıram, Azərbaycanın böyük hissəsi kimə verildi? Osmanlıya verildi. Bəs yaxşı, böyük hissəsi verilsə, bütün Azərbaycan verilib, verilməyib. Verilməyib, hardan bilirik? Məsələn, bu cümləni bir də baxaq. Deyir 1725-ci ilin dekabrında İstanbul sülhünə görə Səfəvilərin ərazisi kimi tanınan Ərdəbili Osmanlı tutdu deyə ona atəşfəşanlıqla qeyd elədi. Demək, bu müqavilənin şərtlərinə görə Xəzər dəniz sahili Rusa verildi. Azərbaycanın böyük hissəsi Osmanlıya verildi. Ərdəbil daxil olmaqla ondan cənubdakı torpaqlar Səfəvinin özündə saxlandı. Yox, Azərbaycanın böyük bir hissəsi. Cənubdan da bir çox torpaq. Məsələn, Təbriz verildi, Urmiya verildi, digər torpaqlar. Amma cənubdan Ərdəbil verilmədi. Düzdür? Buradan nəyə başa düşürük? Xəzərin böyük bir hissəsi Ruslara, Xəzər sahili torpaqlar Ruslara verilir. Azərbaycanın böyük bir hissəsi Osmanlıya verilir. Lakin Ərdəbil daxil olmaqla Azərbaycanın az bir hissəsi kimdə qaldı? Səfəvidə qaldı. Yəni demək, bu müqavilənin şərtlərində bütün Azərbaycan Osmanlıya verilməmişdi. Böyük bir hissəsi verilmişdi. Onu da Ərdəbilin tutulması məsələsində düzgün başa düşmüşdük. Yaxşı, müqavilənin bir şərti oldu ki, Xəzər sahili Ruslara verildi. Azərbaycanın böyük hissəsi Osmanlıya. Bəs üçüncü şərti nə oldu? Şirvan məsələsi. Şirvanda yarım müstəqil xanlıq yarandı. İndi sizcə bu Şirvan xanlığı. Bax bu ilk xanlığımızdır, yəqin bilirsiniz. Şirvan xanlığı. Şirvan adlı bir xanlıq yaranıblar. Bu Şirvan xanı Hacı Davud sizcə hökmdar sayılır, sayılır. Bəli, hökmdar sayılır. Çünki bu yarım müstəqil bir dövlət sayılır. Tabedir, düzdür Osmanlıya. Amma özü-özündə bir xanlıq sayılır və onun da bir başçısı var. Bu demək Şirvan xanlığı yarandı. Başçısı Hacı Davud oldu. Onu demək kim himayəyə aldı? Onu bəli, Osmanlı Şirvan xanlığını himayəyə almışdı. Yəni himayə almaq siz nədir? Rus onu nə vaxt işğal etmək istəsə, onu qorumaq, yəni Osmanlı himayəsində bilir ki, Osmanlı o Şirvan xanlığına görə ona Rusiyaya müharibə açar. Başa düşdünüz yəni nə demək istəyir? Və burada amma bir dənə məsələ var idi ki, Osmanlı Şirvan xanlığında qoşun saxlaya bilməzdi. Yəni Rusiya da özü üçün təhlükə gözləmirdi. Ora bufer zona kimi qalır bunların arasında. Buranı başa düşdük. Demək bir dənə ümumiləşdirək. 1724-cü ilin demək iyun ayında İstanbul müqaviləsi bağlandı. Düzdür? Burada amma bir maraqlı məsələ var. Bütün müqavilələr ayın 12-si. Demək, yox, indi eliblər də nəsə. Demək, Xəzər sahili verildi kimə? Rusa. Azərbaycan böyük hissəsi kimə verildi? Osmanlıya. Ərdəbil daxil olmaqla Azərbaycan bir hissəsi kimdə qaldı əslində? Səbəbi müqavilənin şərtində yoxdur. Amma işarə eləmişəm də, yəni bu belə olubdu. Yəni kitabda yazsa da, yazmasa da. Bir də Şirvan xanlığı yarandı, başçısı Hacı Davud oldu. Özü də kimin himayəsində oldu? Osmanlının himayəsində oldu. İndi bu düşən torpaqların, yəni işğal olması məsələsində izah edeyim. Bir dənə ora baxın. Davam eləyək. Uşaqlar, biz bilirdik ki, Rus özünə aid olan torpaqları onsuz da tuturdu. Düzdür? Hansı torpaqları tuturdu? Dərbənd tutmuşdu, Gilan tutmuşdu, Bakı getmişdi, Salyan getmişdi. Bəs Osmanlı nə edir? Bax, siz orada indi yadda saxlaya bilərsiniz ki, 1724-25 ikisini də yazıram fərqini anlamağınız üçün. 1724 1725.
Ya yadda saxlaya bilərsiniz ki, 1724-cü ildə birinci ən rahat yadda salmanın qaydasını başa salın. 1725-də 3 dənə torpaq tutulubdu. Hansılardır? Təbriz, Gəncə, Ərdəbil. Ya bir-bir öyrənərsiniz ki, 1724-cü ildə məsələn Borçalı tutulub, 1724-də Mərənd tutulub, Makku tutulub, Xoy tutulub, Salmas tutulub. Hamısını bir-bir yadda saxlayarsınız. Ya da belə bir yadda saxlayarsınız. Birisi də Xəzər sahilini Rus tutub, Osmanlı Azərbaycandan 3 dənə torpağı 1725-də tutub, Təbriz, Gəncə, Ərdəbil. Qalan Xəzərdən soldakı, Xəzər sahilindən soldakı bütün torpaqları hamısı 1724-ə aiddir. Desə ki, yaxşı, Makku nə vaxt tutub, nəyə götürəsən? 1724. Bəs desə ki, tutalım, Urmiya nə vaxtdır? Marağa nə vaxtdır? Qaradağ nə vaxtdır? 24. Naxçıvan nə vaxtdır? 24. İrəvan nə vaxtdır? 24. Başa düşdünüz? 3 dənə torpağı 1725 əzbərləyirsiniz. Təbriz, Gəncə, Ərdəbil. Qalan Xəzər sahili onsuz da Rusundur. Xəzər sahili olmayan qalan bütün Azərbaycan torpaqlarında kimə götürürsüz? Təbriz, Gəncə, bir də Ərdəbil. Bunun hansı İstanbul müqaviləsi ilə onun payına düşmürdü? Cavab Ərdəbil idi. Ərdəbil İstanbul müqaviləsi ilə onun payına düşməmişdi. Lakin Səfəvinin torpağı hesab olunurdu. Lakin bu getdi, Səfəvi torpağı hesab olunan Ərdəbili də tutdu. Buna görə də onu İstanbulda atəşfəşanlıqla qeyd etdilər. 1725-in dekabrında. Bəs ruslar hansı şəhər tutulanda onu atəşfəşanlıqla qeyd eləmişdilər? Bakı. Deməli, bir də bunlar arasında Nabur sülhü imzalandı. Bu nə vaxt idi? 1727-ci ildə. Harda imzalandı? Şamaxıda. Nabur sülhünün şərtlərini bu ilə yazın. 1727-ci ildə Şamaxıda Nabur sülhü. 1727-ci ilin dekabrın 12-sində Şamaxıda Nabur müqaviləsi imzalandı. Bu Nabur müqaviləsinin şərtlərinə görə sərhədlər müqaviləsi idi. Hər iki dövlətin sərhədləri müəyyənləşdirildi. Yəni Osmanlıya hansı torpaqlar gedir, artıq dəqiq sərhədləri bilinir. Rusiya hansı torpaqlar gedir, artıq dəqiq sərhədləri bilinir. Bu qədər. Bu hissəni soruşun. Deməli uşaqlar, indi Rusiyanın idarəçiliyindən danışırıq bu hissədə. Sonra da Osmanlı idarəçiliyinin ikisində hissəsə danışırıq. Birinci məsələ nədir? Rusiya. Bilirsiniz ki, Rusiya Azərbaycanı 1722-ci ildə 2 dənə torpaq tutdu. Dərbəndlə Gilan. 23-də də Bakı Salyan. Yəni 22 və 23-cü illərdə Rus idarəçiliyi başladı. Neçəyə qədər? 1735-ə qədər. Deyə bilərsiniz ki, müəllim, nəyə görə 1735? Çünki 1735-də keçəcəyik gələcəkdə. Ruslar Azərbaycanı tamamilə tərk edirlər Terek çayına qədər və o məsələlərdə artıq bilirsiniz ki, yəni buradakı Rus idarəçiliyi müvəqqətidir, daimi deyil. Nə danışa bilərik bax bu dövrdə? Burada birinci yaradıblar, yaratmaqdan başqa reyestr məsələsi var. Qoyun bunu deyim birinci. Nədir bu reyestr? Bu məsələ siyahıya alınma deməkdir. Siyahıya alınma, yəqin ki, indi adını çox eşitmisiniz də. Yəni indi bu günün özündə belə reyestr xidməti var. Daşınmaz əmlakın dövlət reyestri falan belə bir şey var. O dövrdə ruslar da Azərbaycanda neft quyuları falan bu kimi məsələlərin hamısını siyahıya alıblar ki, bilər ölkədə nə qədər qurğu var, nə qədər neft demək çıxarılan yer var. Hamısını siyahıya alıblar reyestr. Bir də burada nə deyə bilərik başqa? Bu yerli əhalinin ruslar komandantlıq dövründə neftin əlindən müsadirə edirlər. Bu müsadirə elədiklərinə görə deməli nə olur? Müsadirə etdiklərinə görə əhali yoxdur, feodallar da, yəni əhalinin neft quyusu yoxdur ki, feodallar. Varlı şəxslər üsyan qaldırıbdı və bu üsyanı da yatıra bilibdi. İndi bu komandantlıq məsələsindən danışmalıyıq. Baxın, Şirvan komandantı kim idi? Baratinski idi. Bakı ilə Abşeron. Bax, bəzən testlərdə verir ki, bunu yazın bilin. Bakı, bir də Abşeron. Bəzən yazır ki, Şirvan komandantı təyin edilib. Orada problem var, onu izah edeyim. Şirvan özünüz bilirsiniz ki, Hacı Davudun əlindədir, o da Osmanlıların əlindədir. Burada başa düşməliyik ki, buradan Bakı və Abşeron hissəsinin komandantı idi Baratinski. Başa düşdünüz? Və orada bir dənə də məsələn ziddiyyətli, problemli bir cümlə var. İndi məsələn, orada deyir ki, Pyotrun vaxtında Şirvan ipəyini nə etməyə çalışır? Şirvan ipəyini Avropaya satmağa çalışır. Düzdür? İndi bəs görürsüz, bəs deyirsiniz ki, Şirvan Osmanlı əlindədir. Həm də deyirsiniz ki, məsələn, Şirvan ipəyini aparıb satmağa çalışır. Burada məsələlər var. Bir neçə məsələ var. Onları yazın, bilin.
Muğan, bir də Şirvan məsələsi var. Onu deyim. Şirvan məsələsi belədir ki, düzdür ki, Şirvan Osmanlı əlindədir. Amma Pyotrun vaxtında Pyotr istəyirdi ki, bir dənə Kürün mənsəbində bir şəhər salsın. Kürün mənsəbində. Bu şəhər vasitəsilə həm Tiflisə gedən tacirləri, həm də Şirvana gedən tacirləri hara cəlb eləsin? Kürün mənsəbində demək yerləşəcək əraziyə, düzdür? Buradan da belə bir qənaətə gəlirik ki, nə olsun ki, bu Şirvan Osmanlı əlindədir. Orada yəni ticarət əlaqəsi var. Şirvan ipəyini ala bilir, Şirvan ipəyini sata bilir. Bu kimi. Bunlar başa düşdünüzə yəqin. Bir də Muğan kimin əlindədir? Muğan kimin əlində? Bax kim deyir? Məsələn, əraziyə görə kim deyə bilər ki, Muğan kimin əlindədir? Rusların deyirsən. Sən kimi deyirsən? Sən kim deyirsən? Sən kim deyirsən? Sən kim deyirsən? Nəsə göydədir bu Muğan ayrı dövlətdir. Muğan kimin əlindədir? Aha. Görürsüz bax Muğan ərazi olaraq Xəzər yanından biraz kənarda yerləşdiyinə görə uşaqlar deyir ki, Muğan Osmanlı əlində, amma Muğan Rusundur. Hardan bilirik? Deyir ki, 1724-cü ildə Muğanda Fatimə xanım ruslara qarşı üsyan başlatdı. Başdınız? Yəni burdan belə başa düşmək oluruq ki, bu Muğan ərazisi əslində yəni kimin payına düşübdür? Ruslar. Bu Şirvan kimin payındadır? Osmanlı. Yəni bizə desə ki, Baratinski haranın komendantıdır? Biz oradan qərar verməliyik ki, Baratinski Bakı və Abşeron Şirvanın komendantı deyil. Bəs yaxşı, desə ki, Şirvan ipəyini Pyotr satmaq istəyirdi Avropaya, bəli, düzdür. Şirvan ipəyi nə olsun ki, yəni ticarət əlaqəsi var. Şirvan ipəyini hara satmaq istəyirdi? Polşa, yəni xəritədə bilirsiniz də. Polşa, ortada Almaniyanı mən bilmirəm niyə, Almaniyanı boş qoyublar, keçiblər. Polşadan sonra gəliblər Hollandiya, Hollandiyadan sonra Fransa, bir də İngiltərəyə satmaq istəyirlər. Almaniyanın adını niyəsə oradan çıxardıblar. Yəni sənin fikrincə, yəni elə bir şey ola bilər ki, Polşaya gəlsin, Almaniyaya heç kimi heç biri pək satmasın, altdan Fransa gəlsin Hollandiyaya, bir də Fransa, bir də İngiltərə. Yəni xəritə üstündə baxanda hamısı eyni ərazidir də. Demək Rusların idarəçilik dövrünə oldu 1700, demək 22, 23, 35-ə qədər. Həmin dövrdə hansı iş həyata keçirilib? Reestr. Reestr nədir? Reestr odur ki, siyahı alıblar neft quyuları, bunların sayı neçədə nədir? Sonra öyrəniblər ki, onların daşınma haqqı nə qədərdir? Bu kimi şeylərin hamısını qeyd eləyib ruslar və bunu qeyd eləyəndən sonra onlara qarşı üsyan baş verir, üsyanı da yatırıblar. Komendantlıq dövründə dedik ki, biz gələcəkdə bu komendantlıq dövrünü çox izah eləmək istəmirəm. Komendantlıq dövrünün gələcəkdə çox geniş, yəni ətraflı o barədə çox danışacağıq. Ona görə indi xüsusi olaraq danışmağa ehtiyac yoxdur. Bundan başqa dedik ki, Şirvan Muğan məsələsi var. Şirvan Osmanlının əlindədir, amma ruslar onun ipəyindən istifadə edib Avropanın Polşadır, Hollandiyadır, Fransa və İngiltərəyə satmağa çalışırlar. Xəritə üzərində yerindən elə saxlasaz, yadınızdan çıxmaz. Bir də Muğan kimin əlindədir dedik? Muğan da rusların əlindədir. Hardan bilirik? Yəni Salyanda və yaxud da Muğanda deyir ki, Fatimə xanımın üsyanı var. Oradan da bilirik ki, Muğan kimin əlindədir. Burada başqa indi bir məsələ də var, onu da deyək. Ermənilərin köçürülməsi nə vaxtdır? 10 noyabr. Aha, 1724-cü ilin 10 noyabr. Yəni yadınıza gəlirsə bu barədə demişdim ki, 2 dənə Azərbaycan şəhərinə köçürdüblər əsasən. Hansılar? Dərbənd və Bakı. Qalan o İran şəhərləri var, məsələn Mazandaran, Gilan, onlar Azərbaycan şəhəri deyil heç. Ona görə heç o bizim dəstəkdə yoxdur onun adı. Azərbaycanın 2 şəhəri Dərbəndlə hara? Bakıya köçürdüblər. Və orada da mətndə də deyir ki, bəs köçürtməkdə 3 dənə məqsədi var idi ki, erməniləri bura köçürtməkdə. Hansı idi birinci məqsəd? Birincisi özünə sosial da. Bax, uşaqlar adətən bunu sosial dayaq, etnik deyirlər. Etnik məsələsinə bir dənə baxmaq lazımdır. Etnik o deməkdir ki, uşaqlar, məsələn, eyni millətdən olan Rus bura yalnız Rusu köçürsə etnik dayaq ola bilər. Alman da köçürsə etnik dayaq olmaz. Nə bilim, İngilis də köçürsə etnik dayaq olmaz. Fransız da köçürsə, hər millət öz millətindən olanda etnik dayaq olur. Məsələn, Sasani farsı köçürsə etnik dayaqdır. Ərəb köçürsə etnik dayaqdır. Monqolu köçürsə etnik dayaqdır. Və yaxud da türkü köçürsə etnik dayaqdır. Amma başqa milləti köçürəndə etnik dayaq olmur. Ona görə erməniləri köçürtdülər. Birinci məqsəd nə oldu? Sosial dayaq. İkinci məqsəd nə oldu? Bölgədə üçüncü məqsəd nə oldu? Yaxşı. Demək əslində iki yönüş bir-birinə yaxındır. Onu da yazım. Etibarlı müttəfiq. Bölgədə xristianların sayını artırmaq üçün ha olmaya, burada aşağıda müsəlman ölkədir, qərbində müsəlman ölkədir və yəni Səfəvi var. Burada deməli sol tərəfdə Osmanlı dövləti var.
şimalda müsəlman hərəkatlar var və istər-istəməz burada nə qədər xristian köçürsə, həmin xristianlar özlərinə dayaq kimi görər, Rusu görər. Ona görə buranın gələcək işğalı üçün də hədəfləyir ki, erməniləri bura köçürtmək bunlar üçün əhəmiyyətlidir. Bir də bir məsələ var. Ruslar buranı fikirləşirdilər ki, yadınıza gəlir, mən bunu öncəki hissələrdə yazdırmışdım. Rusların Azərbaycanı işğal etməkdə 2 dənə məqsədi var idi. İnkişaf etməkdə olan sənayesi üçün nə etmək? Xam mala çevirmək, düzdür? Xam mal Azərbaycanı xam mal mənbəyinə çevirmək istəyir. İndi gəldi Azərbaycanı xam mal mənbəyinə çevirmə prosesi özünü doğrulda bildi, doğrulda bilmədi. Cavab odur ki, indi o məsələni danışırıq. Bax, diqqətli olun bu məsələyə. Deyir ki, bax bir dənə bu məsələni diqqət olun. Pyotr özü ipəkçiliyi bir çox yerlərdə inkişaf etdirməyə çalışır. Hətta Ukraynada, həm Həştərxanda, bu kimi ərazilərdə deyir ki, ipəkçiliyi inkişaf etdirsin. Hətta deyir, keçən dəfə demişdim, yadınıza gəlirsə, deyir, tut ağacını kəsənləri edam elətdirirmiş. Birbaşa getdi. Amma alınmırdı hava şəraitinə görə. Azərbaycanda da ipəkçiliyi inkişaf etdirməyə çalışır. İndi bax, məntiqi bir sualdır, uyğun, uyğunsuz. Bunu versəm, burada diqqət eləməmsinizsə %99% səhv eləyəsiniz. Nədir məsələ? Baxın. Desə ki, Rus işğalı, bax Rus işğalı. Bu dövrdəki də, yəni Pyotrun dövründə. Qabağında nəticə Azərbaycanda kənd təsərrüfatı tənəzzül edir. Düz səhvdir. Səhvdir. Rus işğalı Azərbaycanda bu dövrdə inkişaf etdirdi. Cavab ona görə ki, Rusiya bura xammal mənbəyi kimi baxırdı. Ona görə buranın kənd təsərrüfatını inkişaf etdirməyə çalışırdı. Və bunun ölümündən sonra bu onsuz da nə gördü ki, orada, yəni o deyirsiniz ki, nəyə görə olmadı? Bunu inkişaf etmək üçün çoxlu vaxt lazım idi. Pyotr isə vaxtsız öldü. Pyotrun vaxtından sonra Azərbaycanda bu inkişaf davamlı olmadı. Nəyə görə? Bir, baxın, çox məntiqlidir. Bunu diqqətli olsanız görərsiniz. Bax, keçən dəfə xəritədə yerləşmişdi. Ruslar hansı hissəni tutmuşdu? Xəzər sahili, düzdür? Uzun bir zolaq. Elə bir uzun bir zolağı qorumaq asandır, çətindir. Çox çətin. Bir var böyük bir ərazin olar, bir sərhədin olar, balaca bir sərhəd. O sərhəddi qoruyasan. Bir də var az bir ərazin var, başdan başa onu qorusan. Nə qədər əsgər lazımdır o əraziləri qorumaqdan ötürü. Üstəgəl gəl ki, yəni bizim bilmədiyimiz tərəflər var da. Məsələn, Hacı Davud dəfələrlə problem yaşadır. Və başqa oradakı şimal xalqları problem yaşayır. Öz ərazilərinin qorunmasını təmin etməlidir. Ona görə də 2 dənə məsələyə görə ruslar burada qala bilmədilər. Deməli, bir dənə buranı silim indi. Dedik 2 dənə məsələyə görə ruslar burada möhkəmlənə bilmədilər. Nəyə görə? 1, buranın öz demək, rusların gözlədiyi kimi özünü doğrultmaması ya da doğrultmaması. 2, buranı saxlamağın çox demək qoşun tələb eləməsi, çox xərc tələb eləməsi. Bu 2 dənə səbəbə görə, nəyə görə özünü doğrultmadı? Ona görə ki, çoxlu vaxt lazım idi. Ruslar da bu vaxtı gözləmirdilər. Bir dənə məsələ dedik, əlavə qoşun lazım idi. Qoşun məsələsinə də çox xərc tələb edildiyinə görə ruslar burada qalmaq istəmədilər. Bəs nəyə görə ruslar burada qalmaq istəməsələr də qalmağa məcbur idilər. Birdən-birə gedə bilmirdilər. Ona görə ki, bu dövrdə bunlar qorxurdular ki, Osmanlı gələr bunların ərazisini tutar. Osmanlıların buranı tutmasının 2 dənə mənfi cəhəti olar. Bunu təkrar keçən dəfə yazmışam, təkrar deyirəm. 1, şərqdən keçən bütün ticarət yolları Osmanlının əlinə keçər. 2, onun cənub qonşuluğunda olmaqla Osmanlı Rusiya üçün gələcəkdə böyük təhlükə yarada bilər. Ona görə buranı birbaşa tərk eləyə bilmirdilər. Nəyə çalışırdılar? Ona görə birbaşa Osmanlıya keçməsin deyə hələ də burada artıq xərc tələb eləsə belə xeyir götürməsələr də qalmağa çalışırdılar. İndi keçib Osmanlı idarəçiliyində danışaq. Dedik, Osmanlı idarəçiliyi neçənci illəri əhatə elədi? 1724-1735-ci illər. Osmanlı idarəçiliyində 2 dənə problem var. Bir, tamamilə Osmanlının əlində olan torpaqlar. Bir də var, Hacı Davudun əlində olan torpaqlar. Hacı Davudun əlində olan torpaq hansı idi? Şirvan. Hansı müqavilə ilə təsdiq edilmişdi ki, Şirvanda yarım müstəqil xanlıq var? 1724-cü ildə İstanbul sülh müqaviləsi ilə. Bəs bundan sonra nə demişdik? Dedik ki, Hacı Davud Şirvanda yarım müstəqil hakim idi. Lakin oranın bir dənə özəlliyi var idi. Nə idi? Osmanlı, bəli, Osmanlı o ərazidə qoşun saxlaya bilməzdi. Lakin zaman keçdikcə Hacı Davudun öz səlahiyyətlərini aşması və Surxay xanla mübarizəsi nəyə səbəb oldu? İndi burada qeyd eləyək onu. 2 dənə hadisə səbəb oldu ki, Hacı Davudu işdən çıxartdılar. 1, səlahiyyətini aşması. 2, Surxay xanla nə? Ziddiyyətlər. Ona görə bunu işdən çıxartdılar. Yerinə kim gətirdilər? Surxay xan. Qalan hissələrdə indi
idarə etmədən danışaq. Qalan hissələrin idarə etməsi nə tərdir? Osmanlı Azərbaycanın Səfəvilər dövründəki idarəçiliyi bax testə düşdü. Saxladı yoxsa dəyişdi? İndi yaxşı yerdə qismən sözün yazmayıb. Yazır, saxladı yoxsa dəyişdi? Saxladı. Burada bunu götürür. Kiçik dəyişiklik edib saxlayıbsa demək saxlayıb. Cümlə elə düşməz. Bax səni çaşdıracaq cümlə düşməz. Ya düşər ki, tamamilə saxladı. Orada biləsən ki, kiçik də olsa dəyişdi. Tamamilə onu səhv kimi götürəsən. Ya da qismən saxladı yazacaq. Amma yazsa ki, saxladı düzdür. Çünki kiçik dəyişikliklər etsə də Osmanlı idarəçiliyini nə edibdi? Saxlayıbdı. Burada bir problem var? Yox. Demək bir də ümumiləşdirək dedik ki, Osmanlı idarəçiliyi dövründə Səfəvilərdəki idarəçilik sistemi kiçik dəyişikliklər edərək saxladı. Nə oldu? Birinci nəyə böldü? Vilayətlərə. Düzdür? Vilayətlər nəyə bölündü? Sancaqlıqlara. Sancaqlıqlar nəyə bölündü? Yox, burada bir qarışıqlıq var, onu deyim sizə. Sancaqlıq mahala, mahal nahiyəyə bölünmür. Sancaqlıqlar həm mahala bölünür, həm də nahiyəyə bölünür. Bir dənə qeyd edək. Mahal və nə? Nahiyə. Mahalları kim idarə eləyir? Naib. Bəs nahiyələri kim idarə edir? O da naib. Yəni bir-birinə belə. Sancaqları Sancaqbəyi, vilayətlərdə vilayət hakimləri idarə eləyir. Bunların hansının başçısı Osmanlıdır? Yəni türkdür. Bəli. Vilayət Osmanlıdır. Qalanları isə yerli feodallar. İdarəetmə dövründə başqa nə edirik? Hansı torpaq mülkiyyət formaları birləşdirib bir dənə torpaq? Əla. Yazıca gəlir biz bunu harda danışmışdıq? Ərəbdə. Yazıca gəlir Ərəbdə belə bir şey demişdim. Ərəb xilafətində var həm xəlifə torpağı, həm divan torpağı. Amma Azərbaycanda xəlifə yoxdur da Ərəb dövründə, xalisə yoxdur. Görürsüz, Ərəb dövründə divan var, mülk var, amma məsələn xəlifə yoxdur, xalisə yoxdur. Ərəblər süqut edir. Yerinə Sazi, Salar, Rəvadi yaranan kimi, Şirvanşah yaranan kimi hansı torpaq mülkiyyət forması yaranır? Xalisə. Nəyə görə burada məsələn o Ərəb dövründə deyirdik yoxdur? Çünki Ərəb dövründə Azərbaycanda hökmdar var idi, yox idi? Yox idi. Biz kiminsə işğal etdiyi bir bölgə idi. İndi burada da Osmanlı bu bölgəni işğal edibsə, Osmanlının öz şahının torpağı, burada sultanın torpağı burada yoxdur. Əvəzində 2 dənə torpaq hansı? Divanla xalisəni birləşdirdi. Yerinə hansı torpaqları yaratdı? Dövlət torpaqları. Düzdür? Kimin torpağın olduğu kimi əlində saxlanmasına icazə verdi? Osmanlını dəstəkləyən feodal. Sən məni dəstəkləmirsən, sağ ol, torpağın əlində qalsın. Bəs yaxşı, digər, bax indi bu boyda torpaq alıbdı. Dövlət torpaqları, düzdür? Bu dövlət torpaqlarını yerli əhaliyə verir, vermir? Verir. Hansı adla? Bəylik və ağalıqdır. İkisinin də ortaq cəhəti nədir? Baxın, bəylik və ağalıq hər ikisi şərti torpaq idi. Hər ikisini verirdi. Nəyə görə verirdi bəyliklə ağalığı? Osmanlıya sədaqətli xidmətinə görə. Məsələn, ağalığı verirdi, deyirdi ki, vergi yığsın həmin bölgədən, vergini gətirsin mənə, misalən deyirəm. Bundan başqa Osmanlı idarəçiliyində nəyə danışdıq? Dedik ki, vilayətlərə, sancaqlılar mahal və nahiyə bölünürdü. Osmanlı idarəçiliyi dövründə vilayət başçısı Osmanlı türkü idi, qalanları Azərbaycanlı yerli feodalları idi. Divanla xalisəni birləşdirdi, dövlət torpağı elədi. Bəylik və ağalıq adında şərti torpaqlar verdi, ona sədaqətlə özünə xidmət edən yerli feodallara verdi. Başqa nə dedik? Yerli feodalların torpağına toxunmadı. Vergi məsələsinə. Burada diqqətli olaq. Vergi məsələsinə əvvəl bir dənə məsələ deyim. Hər bir vilayəti və sancaqlıq üçün, hər bir vilayət və sancaqlıq üçün vergi qanunnaməsi tərtib elədi. Nə üçün? Hər bir vilayət və sancaqlıq üçün vergi qanunnamə tərtib elədi və əhalini siyahıya aldı. Burada uşaqların bir dənə məsələsi var ki, həmişə qarışdırırlar. Vergini sizcə azaldıb yoxsa artırıb? Azaldıb yoxsa artırıb? Fikriniz. Azalıb artıb sən fikridir. Səncə? Azaldıb artıb. Baxın, burada qarşıya baxın. Heç bir verginin azaldılmasına söhbət getmir. Bax, cümləyə baxın. Bəzi vergiləri ləğv eləyir, düzdür. Amma heç bir vergini azaltmır. Bax, cümlə məsələsi var. Deyir ki, Naxçıvan dəftərlərindən bizə məlumdur ki, qadınlardır, qocalardır, uşaqlardır, zehni əməklə məşğul olan şəxsləri neyirdi? Neynəməsi? Vergidən azad edilməsi. Verginin azad edilmə var, düzdür. Verginin azaldılması yoxdur. Sonra ticarət sahəsində bəzi müsbət dəyişikliklər oldu. Ticarət işlərini nizamladı. Bəs yaxşı, ticarət sahəsində vergiləri artırdı yoxsa azaltdı? Artırdı.
Səfəvilər dövründə olduğu kimi saxladı. Aha. Hansı məsələdə heç bir dəyişiklik etmədi? Bunu da qeyd eləyək. Aqrar məsələdə isə dedi ki, həm Səfəvilərin, həm də Osmanlılar dövründə istifadə olunan çəki ölçü pul vahidlərindən istifadə edilirdi. Başqa da demək əsas şeylərin hamısını dedik. Qalıbsa nəsə xırda bir şey qalıbdı. Onun bir əhəmiyyəti yoxdur. Hə, üsyanlar ayrıdır, o məsələni danışırıq. Bir də bir məsələ var. Bunu indi istəyirsiniz yadınızda saxlayın, sizə qeyd eləyin. Vəsaitdə yoxdur. Baxın, deyir ki, Osmanlı idarəçilik dövründə Osmanlı yeniçəriləri çox özbaşınalıq eləyirdi. Yəni ağlınıza gələn, gəlməyən, bəli. Bizim xalqa qarşı özbaşınalıq eləyir. Düzdür, Osmanlı hakimiyyəti bu özbaşınalıqların qarşısını almağa çalışırdı, amma həmişə bacarmırdı. Ona görə 2 dənə üsyandan danışırıq. Bir 1724-də, bir də 1727-də. 1724-də kim qaldırıb üsyanı? Fatimə xanım. Harda qaldırıb? Salyan ya da Muğan. İkisini də versə düz götürür. Düzdür? Bəs yaxşı, 1727-də kim qaldırıb? Qarabağda Osmanlı. Çünki Qarabağ bilirsiniz də Osmanlılar. Bundan başqa yerlərdə də üsyan olubdu. Başqa harda üsyan olubdu? Bakı və Astarada da üsyanlar olubdu da. Muğan dedik də. Bundan başqa Bakı və Astarada da üsyanlar olub. Osmanlı idarəçiliyi dövründən başa düşmədiyiniz nəsə var? Sadə.